Sülh Körpüsü təşəbbüsünün Ermənistan nümayəndə heyətinin üzvü Samvel Meliksetyan Kaliberə müsahibə verib. İctimaiyyət nümayəndələri səviyyəsində sülh dialoqunun başlanmasına erməni cəmiyyətinin münasibəti ilə bağlı sualı cavablandırarkən, ekspert aşağıdakıları bildirib. Deyərdim ki, Ermənistanda bir sıra siyasi qüvvələr bu cür dialoqa kifayət qədər mənfi yanaşırlar. Məsələn, artıq bir sıra siyasi qüvvələrin və ekspertlərin rəsmi bəyanatları səslənib, çoxlu neqativ fikirlər səsləndirilir. Eyni zamanda, əgər ümumilikdə erməni cəmiyyətindən danışırıqsa, mənə elə gəlir ki, cəmiyyət sülhə hazırdır və bunu həm öz seçimi ilə, həm reaksiyası ilə, həm də bəzi siyasi hadisələrə kəskin reaksiyanın olmaması ilə nümayiş etdirir. Meliksetyanın sözlərinə görə insanlar narahat edici xəbərlərdən, müharibədən və gərginlikdən yorulublar və dialoq istiqamətində baş verən bu cür proseslər onlarda bəlkə də hər şey alınar düşüncəsi ilə müəyyən bir ümid yaradır. O qeyd edib ki, cəmiyyətə ümid verən belə siqnallardan biri delimitasiya prosesi oldu. Bizdə bir çoxları bunun ardından həqiqi apokalipsisin başlayacağını proqnozlaşdırırdı. Amma heç bir dəhşətli hadisə baş vermədi, deyə Samvel Meliksetyan bildirib.